Salam, hər vaxtınız xeyir olsun. Mən hal-hazırda Dubai Mall tərəfə gəlmişəm. Burada kamera ilə çəkməyə çalışdım. Dedilər ki, icazə yoxdur professional kamera ilə. Telefonla çəkirəm. Bu dəfə idarə eləyəsi olacaq. Burj Xəlifəni görmək istəyənlər. Burj Xəlifə düz arxamdadır. Bax, ağlıma gəlməzdi ki, mən bir gün gələcəm Dubaidə işləməyə və burada sizinlə həyatımı paylaşacağam. Əslində bəziləri üçün çox sadə bir şey kimi görsənə bilər, amma ki introvert, içinə qapanıq, otağından çölə çıxmaq istəməyən biri üçün ailəsini, ölkəsini tərk eləmək asan bir şey deyil. Amma qismət. 2016-cı ildə bura gəldim, 19-da Azərbaycana qayıtdım, 25-də yenə də buradayım. Kim bilir, bəlkə də indi Burj Xəlifənin yanından çəkib sizinlə paylaşıram, amma qismət olsa nə zamansa Burj Xəlifədəki evin içindən də video çəkib paylaşacağım. Maraqlısı orasındadır ki, hansı mağazaya girirəmsə video çəkməyə və yaxud da şəkil çəkməyə icazə vermirlər. Deyirlər ki, sənin burada video və yaxud da şəkil çəkməyin üçün icazə almalısan. Burada hökumət qurumu var. Gelib onlardan icazə alırsan, daha sonra da əlbə kağız götürüb girirsən mağazalara video çəkməyə. İcazə yoxdur. Dostlar, burada kamera çəkmək istəmirəm, çünki çıxardım onu əlimdə hərləmək var. Telefonla çəkirəm, deyirəm yaxşı düşməyəcək, amma əlimizdə olan budur. Bəzi telefonların qiymətini sizə göstərəcəm. Sadəcə o qədər çox seçimimiz yoxdur. Bax, bunlar əjdahadır, əjdaha. 6899 dirhəm. Burada biri de var. Bunun qiyməti 9899. Burası Samsung'un özünün mağazasıdır. Qiymətlər də burada. Burada qiymət göstərilməyib, amma bunların birinin qiyməti var idi. Neçədir bu? 199 dirhəm. Deməli, ağ qaralar 339 dirhəmdir, qalanları da 350 dirhəm. PlayStation 5-in özünün qiyməti isə 2100 dirhəmdir və bir dənə kontrollerlə verilir. Namazımızı da qıldıq. Burada hər mərtəbədə namaz qılmaq üçün balaca məscid var. Bitti bugünkü səfərimiz. Könül istəyərdi ki, bunların hamısını kamerayla çəkim, amma hər dəfə kamerayla çəkmək istəyəndə mənə maneə oldular. Ona görə də bugünkü səfərimiz və vlogumuz bura qədərdir. Çox sağ olun izlədiyiniz üçün. Hələlik.